xoş gəlmisiniz. Bugünkü izahlı təqdimatımızda biz nevrologiya və tədris dizaynından istifadə edərək diskalkuliyanın o gizli kognitiv maneələrinin şifrəsini qıracağıq. Bilirsiniz, riyaziyyatın niyə bəziləri üçün su içmək kimi asan, bəziləri üçün isə tamamilə mümkünsüz göründüyünün arxasındakı elmi kəşf edəcəyik. Gəlin başlayaq. Yəqin ki, bu mənzərə sizə tanışdır. Çox ağıllı, bəlkə də başqa fənlərdə hər şeyi tez qavrayan bir uşaq mətinli riyaziyyat məsələsinə sadəcə boş-boş baxır. Onlar üçün rəqəmlər sanki səhifədə ora-bura qaçışan mənasız quşlar kimidir. Yaxud da riyaziyyatla məşğul olmaq Yunan mifologiyasındakı Sizifun o nəhəng qayanı hər gün dağın zirvəsinə daşımasına bənzəyir. Nə qədər əziyyət çəksələr də daş yenidən aşağı yuvarlanır. Bəs həqiqətən niyə belə olur? Budur bugünkü yol xəritəmiz. Biz riyaziyyat müəmmasından başlayıb qırılma nöqtəsini, kognitiv yükü, beynin deşifrasını, CRA modelini müzakirə edəcək və nəhayət şifrənin necə sındıracağımızı öyrənəcəyik. Bu plan beyninizi lazımsız məlumatlarla yormamaq üçün xüsusi olaraq strukturlaşdırılıb. Beləliklə, birinci hissə. Riyaziyyat müəmması. İntellektə rəğmən niyə uğursuzluq yaşanır? Deməli, ən vacib məqam budur. Diskalkuliya şagirdin tənbəl və ya intellektdən yoxsun olması demək deyil. Qətiyyən, bu, kəmiyyəti emal etməkdə neyrobiyoloji bir fərqlilikdir. Və bilirdinizmi, bu vəziyyət cəmiyyətdə ən az disleksiya qədər geniş yayılıb, əhalinin təxminən 3-6%-də rast gəlinir. Bəs yaxşı, daxildə, yəni beynində əslində nə baş verir? İşin ən maraqlı və bir o qədər də təəccüblü tərəfi odur ki, riyazi təşviş beyində sanki bioloji bir blokada, bir divar yaradır. Beynimizin emosional mərkəzi olan amigdala siqnal verir və işçi yaddaşı, belə demək mümkünsə, girov götürür. Nəticədə, şagird tam bir zehni duman yaşayır. Orada heç bir məlumat emal edilə bilmir. Hər şey sadəcə dayanır, donur. İndi isə ikinci hissəyə keçirik. Qırılma nöqtəsi. Bunun üçün Newman xəta analizinə baxacağıq. Prosesin tam olaraq harada qırıldığını anlamaq üçün bu cədvələ diqqət yetirək. Məsələn, şagirdlərdən Ramdanın Mahamero dağına 18 saatlıq dırmaşmasını hesablamaq tələb olunur. Diskalkuliyalı uşaqlar mətni sular kimi oxuyurlar, amma bu hekayəni götürüb riyazi əməliyyata çevirə bilmirlər. Vəssalam, proses elə oradaca tıxanır. Verilənlər dəqiq göstərir ki, bu öyrənənlər oxuma və anlama mərhələlərini çox asanlıqla heç bir problemsiz keçirlər. Lakin transformasiya, yəni çevirmə və proses bacarıqlarına gəldikdə nəhəng bir kərpiç divara çırpılırlar. Niyə belə olur? Çünki onlar oxuduqları mətndəki açar sözü beynindəki doğru riyazi simvolla əlaqələndirə bilmirlər. Bu ikinci cədvəldə də gördüyünüz kimi əsas problem qətiyyən oxuma zəifliyi deyil, problem tam olaraq prosedur ardıcıllığını icra edə bilməmək və hansı hesablama əməliyyatını seçəcəyini müəyyənləşdirə bilməməkdir. Məhz buna görə də imtahan vərəqlərində cavablar ya yarımçıq olur, ya da tamamilə boş qalır. Üçüncü hissəmiz kognitiv yük faktoru, yaxud da beynimizin zehni iş masası. Bu qırılmanın əslində niyə baş verdiyini anlamaq üçün John Sweller'in kognitiv yük nəzəriyyəsinə müraciət etməliyik. İşçi yaddaşımızı bir növ zehni iş masası kimi təsəvvür edin. Bu masa mürəkkəb addımlar və ya qarışıq simvollarla həddindən artıq yüklənəndə masa sözün əsl mənasında dolur və öyrənmə prosesi anında dayanır. Beyin, kifayətdir, daha qəbul edə bilmirəm deyir. Müəllimlər və təlimat dizaynerləri olaraq bizim bir nömrəli hədəfimiz nə olmalıdır? Biz xarici yükü, yəni o lazımsız dizaynları, mənasız şriftləri, diqqət dağıdan elementləri amansızcasına aradan qaldırmalıyıq. Ancaq bu halda şagird öz məhdud işçi yaddaşını tamamilə əsas yükə, yəni həqiqi riyazi bacarıqları qurmağa və öyrənməyə sərf edə bilər. Dördüncü hissə, beynin deşifrəsi, üçlü kod modeli ilə tanış olaq. Gəlin məsələnin nevrobiyoloji tərəfinə baxaq və beynin fiziki strukturunda nələr baş verdiyini görək. Normal bir beyin bizim o anadan gəlmə kəmiyyət hissimizi vizual simvollar və eşitdiyimiz sözlərlə qüsursuz şəkildə birləşdirir. Lakin diskalkuliya intraparietal sulcus adlanan nahiyədə bir giriş defisiti yaradır. Yəni, kəmiyyətlə simvol arasındakı körpü qırılır. Təsəvvür edin, rəqəmlər onlar üçün sadəcə vərəqdəki mənasız cızıqlardan ibarət olur. Məhz bu daxili şəbəkə qırıq olduğu üçün biz həmin şagirdə bir növ şifrəsini sındıran kimi yanaşmalıyıq. Bəli, o,
Ən sadə kəmiyyəti tanımaqdan tutmuş, ta emosional tənzimləməyə qədər ekrandakı bu 6 şifrənin hər birini bir-bir qırmaq üçün bizim dəstəyimizə ehtiyac dönür. Öz-özünə bu kodları çözə bilməz. Burada çox, amma çox vacib bir məqamı qeyd etməliyəm. Bu problem sadəcə uşaqlıq dövrü ilə bitmir. Bu koqnitiv maneə yetkinlik yaşına qədər davam edir. Təsəvvür edin, bu bir yetkinin öz büdcəsini hesablamasına və ya vaxtını idarə etməsinə necə ciddi təsir göstərir. Yəni, bizim burada müzakirə etdiyimiz müdaxilələr sadəcə məktəb üçün yox, birbaşa real həyatda sağ qalmaq üçün lazımdır. İndi isə 5-ci hissəyə gəldik. CRA, müdaxilə modeli. Maneədən necə yan keçə bilərik? Yaxşı, bəs biz beyindəki bu qırıq körpünü necə təmir edə və o işçi yaddaş tıxacından necə qurtula bilərik? Bu slaydda həqiqətən maraqlı bir şey görürük. Diskalkuliyalı şagirdlər 15 və 51 rəqəmlərini tez-tez bir-birinə qarışdırırlar. Niyə? Çünki onların beynindəki say xətti sıxışıb və hansı rəqəmin hansı mərtəbədə durduğuna dair strukturları yoxdur. Nəticədə 15 və 51 onların gözündə vizual olaraq tamamilə eyni görünür. İnanılmazdır, elə deyilmi? Biz bu qarışıqlığı konkret təmsili mücərrəd ardıcıllığı, yəni qısaca CRA modeli ilə həll edirik. Burada şagird 51 rəqəmini əlləri ilə 5 dənə onluq çubuq və bir təklik küp götürərək fiziki olaraq qurur. Onlar toxunaraq öyrənirlər. Bu, dərk etmə prosesini toxunma və bədən yaddaşından birbaşa mücərrəd anlayışa, yəni rəqəmin özünə köçürür. Kognitiv yük nəzəriyyəsinin uyğunluq və modallıq prinsiplərini bu CRC modelına gətirdikdə isə biz sadəcə möcüzə yaradırıq. Məlumatı elə xırda hissələrə bölürük ki, o xarici, yorucu kognitiv yük kəskin şəkildə azalır. Bu yanaşma şagirdin beynindəki işçi yaddaşın çökməsinin qarşısına dərhal alır. Və sonuncu, 6-cı hissəmiz şifrənin sındırılması. Öyrənəni necə gücləndirə bilərik? Nəhayət, beynin o emosional mərkəzini, amigdalanı, donduran riyazi təşvişi aktiv şəkildə yox etməliyik və bunu etməyin çox əyləncəli yolları var. Biz soyuq, cansıxıcı riyazi simvolları cəlbedici vizual hekayələrə çevirə bilərik. Məsələn, böyükdür işarəsini aç timsah, toplama işarəsini dostluq körpüsü kimi təqdim etməklə panikadan yan keçirik. Simvollar uşaq üçün qorxulu düşmən olmaqdan çıxıb, öyrənilməsi maraqlı və təhlükəsiz personajlara dönür. Diskalkuliya uşağın deyil, bizim yanaşmamızın sərhədlərini göstərir. Bu perspektiv dəyişikliyi o qədər dərindir ki, o, şagirdi bacarıqsız və ya problemli biri olmaqdan çıxarır və güclü bir şifrə sındırana çevirir. Sübut edir ki, əslində qarşıdakı divar uşağın zəkası deyil, bizim onlara nəyi necə öyrətməyimizdir. İndiki işçi yaddaşın arxasındakı o gizli mexanizmləri və diskalkuliyanın əsl təbiətini tamamladınız, sizə bir sualım var. Sabah öz işinizdə, sinfinizdə və ya tədrisinizdə o qarmaqarışıq, diqqət dağıdan hansı vizual elementləri aradan qaldıracaqsınız? Bir şifri sındıranın həqiqi potensialını ortaya çıxarmaq üçün nə edəcəksiniz? Bunun üzərində düşünməyə həqiqətən dəyər. İzlədiyiniz üçün təşəkkürlər.